Məlum bir hadisədən sonra artıq yenidən işvə qayıtmısan, öz dərdini unudub başqalarının dərdinə yanırsan. Birinci növbədə atalıq borcumdur, ikinci növbədə də peşə borcumdur. Və bu cür ağır bir faciədən sonra bu yenidən bərpa olmaq çox çətindir. Amma çalışıram və istintaqın ədalətli yekunlaşacağına da inanıram. Ən çox cinayətlər kimlər tərəfindən olur? Əsasən gənclər tərəfindən cinayətlər törədilir. Cinayətkarlar var ki, onların axtarışı da çox çətin həyata keçirilir. Elementar sadə bir məktəb müəllimi idi. Bu əsasən öz cinayətlərini gecə vaxtlarında törədirdi. Nəzərə alsaq adətən nədir deyə adını qoyuruq qız qaçırma. Bu ağır maddə hesab olunur, adam oğurluğudur. Xoş gördük hər birinizi. Bu dəfəki qonağım vəkil Əli Qəmbərovdur. Xoş gəlmisən Əli. Xoş gördük. Sualım belədir ki, kimdir vəkil? Ümumiyyətlə dünyada vəkil ən elit, yəni öndə gedən peşələrdən hesab olunur. Amma burada bir məqam var. Zənnimcə vəkil təkcə o vəkil vəsiqəsini cibində gəzdirməklə və ya insanları, fiziki və ya hüquqi şəxsləri, vətəndaşları məhkəmələrdə və ya digər orqanlarda təmsil etməklə yox, yəni ən başlıcası daxilən özünü müdafiəçi, yəni hüquq müdafiəçisi hiss eləməlidir. Vəkil yəni birinci növbədə savadı ilə yox, prinsipiallığı ilə və eyni zamanda da yəni qətiyyətli ilə seçilməlidir. Yəni bir işin sonuna kimi yetişmək üçün, yəni bir işi sonlandırmaq üçün əlindən gələn bütün hüquqi vasitələrdən istifadə etməyi bacarmalıdır. Ümumiyyətlə fikir versək, son illər vəkillərin sayı da artıb. Bəli, vəkillərin sayı artıb. Bu da ki, yeni vəkillər kollegiyasının yeni rəissiyyət heyətinin formalaşması ilə bağlıdır. 2018-ci ildən bu yana vəkillik sahəsində yəni böyük islahatlar aparılır. Vəkillərin sayı belə bir statistika gətirim ki, 2018-ci ilə qədər ölkədə 900-dən biraz artıq vəkil sayı var idi, amma hal-hazırda vəkillərin sayı 3000-ə yaxındır. Və əgər əvvəlki tendensiyanı götürsək, hüquq fakültəsini bitirmiş gənc kadrlar, tələbələr daha çox hüquq mühafizə orqanlarında və prokurorluq, polis və digər hüquq mühafizə orqanlarında çalışmağa can atırdılarsa, son illər bu tendensiya təmiz dəyişib və hər bir kəsin, yəni mən çəkinmədən bunu bildirə bilərəm, yəni vəkil olmaq arzusundadırlar və bununla da bağlı sözsüz ki, bizim rəhbərliyin gördüyü işlərlə bağlıdır. Yəni bizim vəkillər artıq beynəlxalq arenada tanınır, yəni bir çox beynəlxalq hüquq assosiasiyalarının və yaxud da ki, təşkilatların üzvüdür bizim vəkillər. Bu da ki, sözsüz ki, ümumilikdə vəkillik təsisatının inkişafı ilə bağlıdır. 100-dən çox məhkəmə işi aparmısan, 100-dən çox məhkəmə işində iştirak etmirsən. Ən çətin hansı hadisə olub? Bir çox hallarda bizim izləyicilər mi deyim, vətəndaşlar mı deyim, elə bilirlər ki, cinayət işləri çətinliyi ilə fərqlənir. Amma qeyd edeyim ki, Azərbaycan reallığında bəzən ailə mübahisələrində elə bir çətinliklərlə rastlaşırıq ki, elə bir mübahisələrlə rastlaşırıq ki, yəni çünki bizdə belə deyim də boşanma mədəniyyəti də formalaşmayıb xarici ölkələrdəki kimi. Bizdə bu ailələrin və yaxud da ki, digər qohum-əqrabların yəni bir-birinin mübahisələri ilə bu məsələn biz bir işi götürürüksə, olsun bəy və ya xanım boşanma işi. Ona görə yəni onun valideynlərindən tutmuş, bibilərindən, xalalarından hamısı bizdən əlaqə saxlamağa çalışır. Bu necə ki, gənclərin ailə dövründə də müdaxilələr var, hətta boşanmadan sonra da müdaxilələr olur. Müdaxilə nəyə görə olur? Boşanmasınlar, yoxsa daha tez-tez boşansınlar? Elələri var ki, yox, əksər hallarda sözsüz ki, boşanmalarını yəni istəyirlər. O da ki, bizdə o tipik formalaşmış bir fikir var ki, yəni loru dildə desək, qohum nə deyər, qonşu nə deyər. Amma son illər bu tendensiya da artıq dəyişib. Amma konkret hansı işin ən çətinliyi ilə fərqləndiğini biz bildirsək, burada bir neçəsini qeyd eləmək olar.
Sözsüz ki, mən indi burada adlar çəkə bilmərəm, amma bir maraqlı bir məhkəmə mübahisəsi ondan ibarət idi ki, yəni bir klinika əməkdaşı, yəni bir həkimi külli miqdarda mənimsəməklə itham eləmişdi, yəni YouTube kanalların birində. Bu da ki, yəni həmin həkim bizə müraciət eləmişdi və biz də xüsusi itham qaydasında böhtanla bağlı, yəni adam həkimi xüsusilə ağır cinayətin törədilməsində itham edirdi. Bu halda bildiyiniz kimi məlumat üçün bildirim ki, təhqir və böhtan xüsusi itham qaydasında, yəni şikayətçinin məhkəməyə verdiyi ərizə üzrə baxılır. Yəni digər klassik cinayət işlərinin açılması ilə bağlı, yəni necə ki, hüquq mühafizə orqanlarına müraciət olunur, o formada yox. Verdiyi məhkəməyə xanım sübuta yetirə bilmədi və fakt təsdiqini tapdı ki, onun söylədikləri yəni böhtan xarakterli idi. O məhkəmə prosesləri də çox çəkişməli, çox belə gərgin keçirdi. Orada hətta bir neçə hallarda xanım yəni çalışırdı o digərlərə qarşı bir şiddət nümayiş elətdirsin. Bəli. Sonradan sözsüz ki, ona cəza təyin olundu. Bu tip cinayətlərdə yəni əsasən azadlıqdan məhrum etməklə bağlı olmayan cəza növü tətbiq olunur. Olsun cərimə və islah işləri. Amma bu xanım burada da dayanmadı. Yenidən digər başqa bir YouTube kanalında yəni bu məsələni yenidən qaldırdı. Və biz artıq mənim müdafiə elədiyim, hüquqlarını müdafiə elədiyim şəxs, yəni burada məqsəd xanımın hər hansı bir cəzalandırılması deyildi. Yəni bu kimi addımların atmağından çəkindirmək idi. Məhkəmə mədəniyyəti Azərbaycanda nə səviyyədədir? Misal üçün belə deyərdim ki, xarici ölkələrə baxsaq, adi vətəndaş şirkətləri rahat şəkildə məhkəməyə verir. Narazı olduğu halda böyük şirkətlər məhkəməyə verir. Azərbaycanda necədir? Azərbaycanda məhkəmə mədəniyyəti əksinə yüksək səviyyədədir. Amma son illər, məsələn, bir misal çəkim, məhkəmədə iş yükünün artırılması ilə bağlı müəyyən bir institutlar yaranıb. Məsələn, onlardan da biri mediasiya. Mediasiya nə deməkdir? Yəni, məhkəməyə qədər mübahisənin alternativ həlli. Ki, hər hansısa bir ailə mübahisələri, əmək mübahisələri və hətta bundan əvvəllər, sonradan dəyişikliklər oldu. Kommersiya mübahisələri, şirkətlər arasında hər hansısa bir mübahisə mediasiya prosesi çərçivəsində həlli yolunu tapa bilərdi. Amma bizdə təəssüf ki, hələ ki o mediasiya mədəniyyəti formalaşmayıb, bizdə əksinə o Rusiyada qeyd olunduğu kimi, Rus dilində qeyd edilmiş sudamaniya, yəni prinsipi, yəni öz əksini tapır. Əksər hallarda bizdə çatan elə razılaşmaq niyyəti yoxdur. Əsas məqsəd birbaşa məhkəməyə verməkdir. Düzdür, hərçənd ki, məhkəmələrin də yəni proses çərçivəsində hər hansı bir barışıq sazişi əldə eləmək olar. Amma hər bir halda mübahisənin alternativ həlli yolunu bizim vətəndaşlar, əksər vətəndaşlar, mən ümumiləşdirməyim, alternativ həlli yolunu görmürlər. Bir çox hallarda birbaşa məhkəməyə müraciət etmək istəyirlər. Boşanmalardan söhbət düşdü. Boşanmalarda ən çox problem nədə olur? Qəyyumluqda yoxsa alimentdə? Boşanmalarda ən çox problem deyəndə boşanmaların özü artıq problemə çevrilib. Mən hətta deyərdim ki, son illər boşanmaların sayı, yəni burada Ədliyyə Nazirliyinin rəsmi statistikası da var. Nigahların sayına bərabərləşib artıq. Boşanmanın müxtəlif səbəbləri olur. Yəni problem də ki, sonradan yaranan problem də ən çox aliment problemidir. Bəli, aliment problemidir. Yəni bildiyiniz kimi bizdə hələ də yəni bəzi inkişaf eləmiş ölkələrdə, dövlətlərdə məsələn aliment fondu mövcuddur. Bizdə hələ ki bu mövzu ancaq müzakirə səviyyəsindədir. Çünki bir çox hallarda aliment ödənməməyə görə yəni məsuliyyətə səbəb olur bildiyiniz kimi. Və bu bir çox hallarda bizim məsələn azyaşlı uşaqlar, yəni qayğısız və məsələn təhsilinə, onun səhiyyəsinə, onun olsun sağlamlığına və ümumiyyətlə yaşayış tərzinə təsir edir. Və bu heç bir halda da sığortalanmır. Çünki düzdür, alimenti ödəməyən şəxs, yəni bizdə indi tendensiya olaraq atalar əsasən ödəyir. Çünki bir çox hallarda uşaq ananın himayəsinə verilir deyə.
Amma qeyd edeyim ki, aliment yəni uşağa görə ödənilir. Yəni bəzi hallarda qadınlar da kişilər aliment ödəyə bilər uşağa görə. Olub ez Azərbaycanda? Bəli, olubdu. Orada prinsipal xarakter daşıyıb. Çünki uşaqlar məhkəmənin qərarı ilə atanın himayəsinə verilib o üzdən. Əgər məsələn mənim öz şəxsi təcrübəmdə olan, daha doğrusu iş təcrübəsində olan bir neçə məsələlər olub ki, yəni ananın həyat tərzi uşağın gələcəkdə təhsilinə, sağlamlığına və yaxud da ki, həyat tərzinə mənfi təsir göstərə bilər və biz bunu məhkəmə qaydasında sübuta yetirdik. Eyni zamanda da bildiyiniz kimi Ailə Məcəlləsinin müvafiq maddəsinə görə 7 yaşından sonra uşağın fikri nəzərə alına bilər. 10 yaşından sonra uşağın fikri nəzərə alınmalıdır ki, yəni uşaq ata ilə qalmaq istəyir, yoxsa ana ilə. Biz də bu formada, yəni bizdə uşağın da seçimi ata olub. Və əsasən də bunu məhkəmədə də bildirə bilər uşaq və yaxud da ki, müvafiq qayyumluq komissiyasının iclasında da. Tez-tez qarşılaşdığı mənzərədir, borc verəndə əlyazı ilə borc verilir. O əlyazı olan kağız, sənəd məhkəmədə keçərli olur. Qanunverici ümumiyyətlə qeyd edir ki, 3000 manatdan yuxarı borc, yəni notarial qaydada təsdiq olunmuş formada verilməlidir ki, borc verən şəxs özünü bir növ sığortalamış olsun. Və gələcəkdə məhkəməyə müraciət etdikdə əlavə hər hansısa bir sübut etmə mexanizmləri axtarmasın. Amma əlyazma ilə, bəli, o da qəbz xarakteri daşıyır. Borc verən və borc alan şəxsin imzası da mövcuddursa və orada hər hansı bir təsdiqini tapırsa, bəli, sübut kimi nəzərə alınır və onun əsas götürüb məhkəməyə müraciət etmək olar. Amma məsləhətdir ki, bir nəfər digərinə borc verdikdə həmin o əlyazma dedikdə, yəni borc müqaviləsi bağlansın notariusda, notarial qaydada təsdiq olunsun. Cinayət hadisələrinin içində gördüyü, məsələn, təəccübləndirən hansı hadisə olmuşdu? Bir nəfər, bir gənc həbs olunmuşdu. Orada xeyli maddələr var idi. Korrupsiya cinayəti də var idi. Daha doğrusu rüşvətə təhrik etmə və yaxud da ki, dələduzluq. Həmin gənc, yəni özünü hüquq mühafizə orqanlarının əməkdaşı kimi təqdim eləmişdi. Yəni ətrafda dostlarına, tanışlarına, qonşularına və o əməli başlı özünə gedib forma tikdirmişdi. Hər hansı bir saxta yolla xidməti vəsiqə də hazırlamışdı. Və bunu hər kəs, əsasən də qonşuluqda olan şəxslər, qonşular bunu hüquq mühafizə orqanının səlahiyyətli bir şəxsi kimi, elə belə yox, səlahiyyətli bir şəxsi kimi tanıyırdı. Və bu da ondan istifadə edərək onlara bunlar ona müraciət eləyirdi. Kiminsə hər hansı bir problemi olduqda, hər hansısa bir işləri həll etmək, köməklik göstərməyə ilə bağlı buna ondan sui-istifadə eləyirdi. Hətta müəyyən bir orada razılıqlara da gedirdi. Sonradan sözsüz ki, cinayət işi açıldı, yəni müəyyən bir şikayətlər əsasında mən onun vəkili idim. O mənim müvəkkilim oldu. Mən onunla, məsələn, cəza çəkimi müəssisəsində də bizim görüşlərimiz olanda artıq gördüm ki, o cəza çəkmənin daxilində də özünü, yəni cəza çəkmənin bir, necə deyərlər, illərdir, məsələn, cəza çəkən bir şəxs kimi özünü aparırdı. Davranışlarından da elə görsənirdi. Yəni, adamda çox güclü aktyorluq məharəti var idi deyə. Hər rola, hər cildə, hər peşəyə yiyələnmək kimi bir bacarığı var idi və insanları da bundan inandırmağa bacarırdı. Bir çox belə maraqlı hadisələr olub. Məsələn, bir hadisə də olub, belə geniş yayılmamış cinayətlərdən biridir. Bir dayanma durmaya yəni baxan bir şəxs, məsələn, bir sürücü ilə mübahisəsi düşür. Bunlar bir-birini təhqir edirlər. Sürücü oturur öz avtomobilinə və həmin ərazidən uzaqlaşır. Amma görünür ki, sürücü yəni o hirsi soyumur, qayıdır və maşınla vurur həmin dayanacaqda, yəni çalışan yaşlı bir kişi olur. Bu, belə deyək də, bu avtoavariya ehtiyatsızlıqdan törədilmiş cinayət hesab olunur. Əvvəl cinayət işi açılır avtoavariya ilə. Sonradan, mən elə bir ki, zərər çəkmişin müdafiəçisi olaraq, sonradan biz kamera görüntüləri, orada vaxt keşiyi var, müəyyən bir detallara nəzər saldıqdan sonra biz bu hadisənin ehtiyatsızlıqdan yox, məhz qəsdən sağlamlığa ağır zərər vermə kimi
yəni qiymətləndirməsinə nail olduq. Çünki həqiqətən də orada qəsd var idi. Bu hansısa bir ehtiyatsızlıqdan yox, bu sürücünün məqsədi var idi ki, məhz maşınla, öz avtomobili ilə həmin o el arasında desək parkovşikı, yəni maşınla vursun. Çox maraqlı, çünki orada bir incə xətt cızılırdı. Çox maraqlı bir hadisə idi. Söhbət avtoqəzalardan düşmüşkən, belə görünür ki, hər bir halda avtoqəzada günahkar sürücü olur. Ümumiyyətlə bizdə belə bir tendensiya düzdür, təəssüf ki, formalaşıb ki, yəni hər bir halda sürücü günahkar hesab olunur. Amma məsələn, bəzi ölkələrdə hətta piyadanın səhvi ucubatından yol nəqliyyat hadisəsi baş verirsə, piyada hətta öldükdən sonra onun barəsində cinayət işi açılır. Sözsüz ki, sonradan xitam verilir. Bizdə amma nəyisə görə hər bir halda sürücü günahkar hesab olunur. Söz buna yetirir. Və bununla da bağlı avtovariya elə bir işdir ki, elə kateqoriya işdir ki, orada çox cüzi detallar da çox önəmli məqam hesab olunur. Məsələn, zolaq və yaxud da ki, hər hansısa bir məsafə, piyada ilə, məsələn, piyada zolağı ilə avtomobilin arasındakı olan məsafə, sözsüz ki, bizdə bununla bağlı ixtisaslaşmış yetərincə vəkillər də var və onların da bir xeyli burada bəraətlər də var, uğurlu nəticələr də var. Mən burada ad çəkməyim. Amma yəni buradan da vətəndaşlara müraciət edib qeyd edə bilərəm ki, əgər belə bir hadisə başınıza gəlsə, dərhal dayanmadan bu sahə üzrə ixtisaslaşmış peşəkar vəkilə müraciət edin. Bugünkü həyatımızın ayrılmaz hissəsi sosial şəbəkələrdir. Sosial şəbəkələrdə kimisə şəklini icazəsiz paylaşanda hansı məsuliyyət cəlb olunur? Bu ilk öncə onu qeyd edeyim ki, yəni bu şəxsi toxunulmazlıq hüququnun pozulması hesab olunur. O da ki, konstitusion bir hüquqdur. Konstitusion hüquqdur. Bunu da pozmaq, yəni cinayət məsuliyyətinə səbəb olur. Bir çox hallarda, yəni bu şantaj məqsədi ilə istifadə olunur. Bildiyiniz kimi, şantaj anlayışı bizdə cinayət qanunvericiliyində şantaj kimi qeyd olunmayıb. Bu hədə-qorxu ilə tələb etmə. Çünki müəyyən qeyd etdiyiniz o şəkilləri sonra şantaj məqsədi ilə əgər müəyyən bir məbləğ əldə olunmadıqda və ya hər hansısa bir hərəkətsizlik tələbi olduqda və bu tələblər yerinə yetirmədikdə, o zaman həmin qeyd etdiyiniz şəkillər başlanır paylaşılmağa. Və burada da bir neçə cinayət tərkibi yaranır. Amma ilk başlıca olaraq burada şəxsi toxunulmazlıq hüququnun pozulmasıdır. Bu da konstitusion hüquqdur. Azərbaycan Respublikasının konstitusiyası ilə qorunur. Bizim bəzi yazılmamış adət-ənənələrimiz var da. Əvvəllər görərik 90-larda, 80-ci illərdə qız qaçırtma. Amma bəzi adət-ənənələrimiz hüquq müstəvisinə götürülsə cinayət sayılır da. Bu hallar olur indi də. Özünüz qeyd etdiyiniz kimi, yəni düzdür, hələ də bizim bölgələrdə, yəni müraciətlərə əsasən qeyd edirəm bölgələrdə, belə bir müraciətlər olur ki, bəs qız qaçırıb oğlum, əsasən də valideynlər, oğlum qız qaçırdı və o polis tərəfindən saxlanılıb. Çünki qızın şikayəti mövcuddur. Mən belə sadə dildə çalışıram, izah edeyim ki, yəni bizi izləyənlər də başa düşsün. Əlbəttə. Burada əsas məqam odur ki, əgər qaçırılmış qız şikayətçidirsə, bəli, onda cinayət tərkibi yaranır. Əgər qaçırılmış qızın valideynləri şikayətçidirsə, o halda heç bir cinayət tərkibi yoxdur. Burada adam oğurluğundan söhbət gedə bilməz. Çünki burada qız könüllü olaraq, yəni indi formal olaraq, yəni adət-ənənə nəzərə alsaq, adət-ənənədir deyə adını qoyuruq qız qaçırma. Çünki bir çox hallarda bəzi şəxslər bu faktdan sui-istifadəyə yol verir. Bəli. Amma ümumi götürəndə, bəli, qız qaçırma, qızın iradəsinə, qaçırılmış qızın iradəsinə zidd baş verdikdə bu ağır maddə hesab olunur, adam oğurluğudur. Və burada da sanksiyasında cəza növü yalnız azadlıqdan məhrum etməklə cəzalandırılır. O yüzden də buradan elə üzümü vətəndaşlara tutub deyirəm ki, yəni bu kimi adət-ənənələrdən çəkinməyi məsələn çağırıram. Çünki bir çox hallarda çox ağır, məsələn bizim təcrübəmizdə bir hadisə olmuşdu. Sevdiyi bir qızı qaçırmaq istəyib, dostu ona köməklik göstərib də, yəni avtomobili idarə etmək kimi köməklik. Qızı zorla maşına otuzdururlar, qız işdən çıxandan sonra.
zorla maşına otuzdururlar. Maşına otuzdurduqları zaman qızın ayağında hətta bir xəsarət alır. Və sözsüz ki, bunlar elə bilirlər ki, indi bu adətən nədir, qız qaçırmadır falan. Sonradan qızın valideynləri şikayətçi olur və məsələn qız tapıldıqdan sonra qız da şikayətçi olur. Mən uzun-uzadı, yəni istintaqın gedişatını burada bildirmək istəmirəm, amma yekunda onunla nəticələndi ki, dostu da, özü də burada əlbirlik, yəni daha ağırlaşdırıcı hal kimi əlbirlik də nəzərə alındı və 9 il biri, 9 il 6 ayda digəri azadlıqdan məhrum etməyə məruz qaldı. Əlil təəssüf hissinə bildirəm ki, bəzi mətbuatda da görürük ki, ələxüsus rayonlarda olur. Erkən evliliklər. Qızın 14, 15, 16 yaşında evlənməsi. Bu halda valideynləri hansı cəzalar gözləyir? Burada da valideynlər məsuliyyət daşıyır. Ümumiyyətlə bu ciddi bir problemdir. Hansıla ki, düzdür, müvafiq komissiyalar yəni bu problemləri səsləndirirlər, amma real nəticələri mən görmürəm. Burada da əsas məsələ, yəni gənclərin maariflənməsi, təhsil, yəni təhsil səviyyəsinin yüksək olması önəmlidir. Çünki bizdə təəssüf ki, bölgələrdə gənclərin məsələn təhsil almaqdan və yaxud da ki, cəmiyyətə hər hansı bir fayda verməkdən, yəni bu kimi onların planları, onların bir addımların qarşısı alınır, əsasən də valideynlər tərəfindən və bu halda da erkən evlilər baş verir. Sözsüz ki, erkən evli olduqda özdə orada böyük bir yaş fərqi də olur. Yaş fərqi də olur. Erkən evli olduqda bu sonradan gətirir, müəyyən bir boşanmalara səbəb olur. Vaxtsız boşanmalara. Ona görə də boşanmaların statistikası da hal-hazırda ürəkaçan deyil və yenə də gəlirik adət-ənənələrin mənfi təsirinə ki, gənclər götürəkdir əsasən. Gəncləri müddətlər sıxır. Bəlli bir yazılmamış bir müddətlər qoyulub ki, yəni bizdə ər və arvadın bir-birini tanınmaq yəni imkanından məhrumdur. Və bu da sonradan gətirib boşanmaya gətirib çıxardır. Hətta belə bir deyim var ki, yəni tərəflər axırda birgə nikahına xitam verirlərsə, birgə nikahına son verirlərsə, bu o demək deyil ki, onlar bir-birini tanımayıblar. Bu o demək deyil ki, artıq onlar bir-birini tanımış oldular. Bu da ki, yenə də gətirib çıxardır, yəni erkən nikah olsun və yaxud da ki, cinsi istismar və yaxud da ki, məcburi nikaha daxil olma, məcburi nikah, bu da yeri gəlmişkən cinayət məsuliyyətinə səbəb olur. Burada da valideynlər o məsuliyyətə cəlb olunur. Müxtəlif cinayətlər görürsünüz də. O cinayətlərin içərisində yaş kateqoriyasına bölsəz, ən çox cinayətlər kimlər tərəfindən olur? Gənclər yoxsa yaşlı nəsil tərəfindən? Burada əsasən yəni gənclər tərəfindən, yəni cinayətlərin törədilməsi müşahidə olunur. Bu da ki, sosial şəbəkələrin, yəni məlum sosial şəbəkələrin mənfi təsirini qeyd etmək olar. Çünki özünüz də yəqin ki, izləyirsiniz ki, gecə və gündüz əksər gənclər bu sosial şəbəkələrdə müxtəlif, indi bizim alqoritm də onu göstərir ki, müxtəlif lazımsız, məsələn, video çəkilişlər və yaxud da ki, olsun hər hansısa bir mövzulara cəlb olunurlar. Bu da ki, sözsüz ki, gətirib hər hansısa bir mübahisələrə və yaxud da ki, daha çox bizim bəzi gənclər o kriminal aləmə də meyilli eləyir. Bu da ki, yenə də təkrar edirəm, sosial şəbəkələrin mənfi təsirindən irəli gəlir. Çünki bizdə qeyd etdiyim kimi, ciddi, belə mötəbər bir cinayətlər də baş vermir. Məsələn, mən hətta zarafat xarakterli bir dəfə o həmkarlarımızın arasında qeyd etdim ki, yəni bizdə marketdən produkt oğurlanır və yaxud da ki, avtobusdan telefon oğurlanır. Amma bu yaxınlarda yəqin ki, özünüz də gördünüz, Fransada o belə Louvre muzeyindən, yəni Napoleon Bonaparte'ın, yəni həyat yoldaşının qiymətli əşyaları oğurlanır. Yəni buradan da görsənir ki, yəni belə ciddi cinayətlər də baş vermir. Tək ki, belə bir ciddi cinayətlər baş verməsin də. Çünki, məsələn, bayaq qeyd elədiniz 90-cı illər. 90-cı illərdə o kriminal illər adını qoymaq olardı onun. O Sovet
İttifaqının dağılmasından sonra ağır illər idi. Məsələn, 80-ci illərdə Sovet İttifaqının özündə belə, yəni seriyalı qatillər var idi ki, onları hətta Sovet İttifaqının istintaqı belə, hansı ki öz o gücü ilə, adı ilə seçilib həmişə, onları tapa bilmirdi. Uzun müddət tapa bilmirdi. Elə cinayətkarlar var ki, onların məsələn, axtarışı da çox çətin həyata keçirilir. Məsələn, biri, bəlkə də eşitmişsiniz, Çixatilo. 60-70-ə yaxın uşaq və yaxud da ki, qadın qatili, orada hətta zorlama ilə də müşahidə olunub. Amma o adamı illərdir, 10 ildən artıqdır Sovet istintaqı yəni müəyyənləşdirə bilmirdi. Onu axtarana qədər 2 nəfər artıq cinayət məsuliyyətə cəlb olmuşdu. Hətta səhv eləmirəmsə biri ölüm hökmünə də məsələn məruz qalmışdı. Buradan da elə görsənir, çünki gün ərzində bu adam elementar, sadə bir məktəb müəllimi idi. Bu, əsasən öz cinayətlərini gecə vaxtlarında törədirdi. Hal-hazırda şükürlər olsun ki, bizdə belə bir qatillər, belə bir cinayətkarlar mövcud deyil. Sözsüz ki, bizdə də gördüyünüz kimi, yəni xəbər saytlarını hər gün açırsan, hər hansısa bir cinayət törədilib. Amma o miqyasda deyil, hər halda hesab edirəm ki. Məlum bir hadisə yaşamısan noyabr ayında. Noyabr ayını necə xatırlayırsan? Noyabr ayını, daha doğrusu, daha dəqiq desək, 21 noyabr tarixini səmimi desəm, heç xatırlanmaq da istəməzdim. Yəni, çox ağır bir itkiyə məruz qaldım. İndi mən o detallı o məsələyə toxunmaq istəməzdim. Hal-hazırda o məsələ ilə bağlı, məlum yanğın hadisəsi ilə bağlı cinayət işi gedir. Yəni, bəzi məlumatlar istintaq sirri təşkil etdiyi üçün mən burada açıqlamalar verə bilmirəm. Amma sosial şəbəkələrdə, öz şəxsi səhifəmdə bununla bağlı yetərincə məlumatlar vermişəm. Bu işin gedişatı ilə bağlı Cənab Prezidentə hətta müraciət eləmişəm ki, şəxsi nəzarətinə götürsün. Mən də Cənab Prezidentə inandığım üçün istintaqın gedişatında, yəni yekun ədalətli qərarın da verilməsinə inanıram. Məlum bir hadisədən sonra artıq yenidən işvə qayıtmısan. Bunun üçün insana böyük bir güc lazımdır. Hardan toplusan bu mənəvi gücü? Mən öz bu məsələmdə, öz işimdə yekunda ədaləti əldə eləmək üçün, ədalətli qərar olsun deyə, yəni var gücümlə bacardığım qədər sona kimi yəni gedəcəm. O da bir növ adamı ilhamlandırır o baxımdan ki, yəni bu mənim birinci növbədə atalıq borcumdur, ikinci növbədə də peşə borcumdur. Sözsüz ki, çox çətindir, yəni əvvəlki kimi deyil. Yəni insanların hal-hazırda problemlərini, dərdini, sərini, lor diləcək, dinləmək və yaxud da ki, onların hər hansısa bir problemli məsələlərini həll eləmək. Amma bu mənim peşəmdir. Bu peşə də, bu həyatda da bəzi baş vermiş hadisələrdə də mən hal-hazırda da yəni o iş üzrə düzdür, rəsmi olaraq vəkil olmasam da, amma əsasən elə vəkillik fəaliyyətini faktiki olaraq həyata keçirdirəm. Sözsüz ki, həyat davam edir, çünki başqa çıxış yolu yoxdur. Amma əvvəlki kimi davam eləmir, açığı desəm. Çalışırıq ki, əvvəlki kimi davam eləsin. Bu da çox çətindir. Yenə dediyim kimi, yəni mənim üçün bir peşəkar vəkil kimi, öz peşəsini sevən bir şəxs kimi, yəni bu işdə yekunda ədalətə nail olmaq həm mənəvi, həm də prinsipial xarakter daşıyır. O baxımdan ki, yəni mən bu cür öz məsələmdə, yəni sona kimi bir vəkil kimi, bir müdafiəçi kimi ədaləti tələb eləməsəm və yaxud da ki, hansısa bir məqamlara görə öz yolumdan, mübarizəmdən geri çəkilsəm, o halda mən necə gələcəkdə adi bir vətəndaşların hüquqlarını müdafiə edə bilərəm? Burada əsas sual budur.
və bəlkə də həmin o motivasiyanı, gücü, həvəsi də məndə həmin o məqsəd, yəni o məqsəddən belə deyim, ilhamlanaraq bu yolu gedirəm. İndi özümü necə hiss edirəm, yəni bayaq qeyd elədiyim kimi qısa bir müddətə yenidən fəaliyyətimi bərpa eləmişəm. Sağ olsun, yəni istər sosial şəbəkədə, istər real həyatda xeyli insanlar mənəvi dəstək oldu. Elə bizim bir xeyli minə yaxın mesaj var ki, yəni ki, mənə müraciət eləmək istəyirdilər, amma görürlər ki, mən vəkillik fəaliyyətinə məşğul olmurdum deyə, yəni qısa bir fasilə götürmüşdüm bir növ. Çünki vəkillik peşəsi elədir ki, vəkillik peşəsi motivasiya, həvəs tələb eləyir, insanlarla ünsiyyət. Burada biz insan taleyi ilə, insan həyatı ilə işləyirik bir növ. Yəni gündəlik iş günün, iş qrafikində rutin keçmir, müxtəlif insanlar görürsən, müxtəlif fikirlər eşidirsən, müxtəlif mövzular, müxtəlif mübahisələr. Burada da əlbəttə ki, Lord desək, hər zaman gərək müsbət cəhətdən tonusda olasan. Və bu cür ağır bir faciədən sonra bu yenidən bərpa olmaq çox çətindir. Amma çalışıram. Bəlkə də mən bu mövzunu gündəmdə saxlamaqla, bəlkə də həm hüquqi müstəvidə, həm sosial şəbəkədə bu işin sonuna kimi gedəcəyim üçün gələcəkdə bir çox uşaqları, əsasən də uşaqları bu kimi faciələrin qurbanı olmağının qarşısını almış olaram. Hal-hazırda işin gedişatı nə yerdədir? Hal-hazırda bayaq qeyd elədiyim kimi hadisə ilə bağlı cinayət işi açılıb. Bir şəxs cinayət məsuliyyətinə cəlb olunub. Barəsində 4 aylıq həbs qəti imkan tədbiri seçilib və hal-hazırda istintaq davam eləyir. Müvafiq ekspertizanın rəyləri gözlənilir və istintaqın ədalətli yekunlaşacağına da inanıram. Əli Gəldiyevə təşəkkür edirəm. Çox sağ ol dəvətə görə. Sənə həyatında uğurlar arzu edirəm. Elə özün dediyin kimi həyat davam edir və ölkəmizin qanunlarına inanırıq ki, məlum hadisəyə səbəb olmuş şəxslər öz layiqli cəzalarını alacaqlar. Mən də inanıram.